Salam, axşamınız xeyir, hörmətli tamaşaçılar. Azərbaycan saatının bazar günü buraxılışı efirdədir. Hamınızı xoş gördük. Studiyada mən, Natiq Güləhmədoğlu və mən Seymur Həzir. Hörmətli tamaşaçılar, ötən həftədə Azərbaycanda baş verən bir çox hadisələrlə bağlı sizi məlumatlandıracağıq. Amma ondan əvvəl baş vermiş bəzi hadisələr var ki, onun aktuallığı daha böyükdür. Məsəl üçün bu hadisələrdən biri Gürcüstan sərhədində Azərbaycandan keçərkən yaxalanan 3 tona yaxın heroindir. Maye halında olan heroin hələ də kimə mənsub olduğu aydınlaşmayıb. Aydınlaşmayıb ki, bu məhsulu Azərbaycana kim gətirib, Azərbaycanda kim saxlayıb, emal edib, Azərbaycandan kim çıxardırmış. Bax, bütün bunları biz bilmirik. Ona görə bilmirik ki, Azərbaycan hökuməti bununla bağlı cəmiyyətə məlumat vermir. Ona görə bilmirik ki, bunun arxasında duran, belə deyək, qaranlıq qüvvələr hələ də aşkara çıxmayıb. Gürcüstanda isə bunun istintağı davam edir, hörmətli tamaşaçılar. Azərbaycanda isə bu məsələnin növbəti dəfə AXCP sədri Əli Kərimli gündəmə gətirdi. Əli bəy öz Facebook statusunda hökumətin bu məsələdə hansı formada örtbasdır etdiyini və kimlərin bu məsələ ilə bağlı cavabdeh olduğunu yazdı. Birlikdə həmin fikirlərlə tanış olaq. Bəli, bu ölkədə narkotik qramla, bəzən hətta kiloqramla satanlar həbs olunur. Tonlarla satanlar, tranzitini təşkil edənlər isə yox. İrandan Azərbaycana keçirilmiş, Azərbaycanda yenidən emal olunaraq qablaşdırılıb Gürcüstana keçirilmiş 3 tona yaxın heroinin qonşu ölkədə tutulmasından bir aydan artıq vaxt ötür. Nəinki bu nəhəng cinayətdə iştirak edən bir nəfər belə həbs edilməyib, heç xalqa izahat da verilməyib. Necə olub ki, bir dəfəyə 3 ton heroin ölkəyə daxil olub, amma heç bir dövlət orqanı bunu görə bilməyib. Azərbaycanda emal olunub. Deməli, ölkəmizdə müvafiq sekta fəaliyyət göstərir. Yenə heç bir dövlət orqanı xəbər tutmayıb. Yenidən Gürcüstan sərhəddindən keçirilib, yenə heç kim görməyib. Necə ola bilər bu? Hanı bizim möhtəşəm sərhəd xidməti? İnsarçının razılığı olmadan ölkəmizə 3-5 kiloqram yağı, əti, bananı, xurmanı və s. belə buraxmayan dırnaqarası iti gözlü gömrük xidməti necə oldu ki, bu böyüklükdə yükü görmədi? Xaçmazın kəndində Cəmil Həsənliyə dəstək vermiş gəncin cibindəki narkotiki Bakıdan görüb, xüsusi əməliyyat qrupu ilə gedib həbs edən dinin nəhəng narkotiklərlə mübarizə ordusu hara baxır? Yəni, doğrudanmı milli KKB-mizi müxalifətçiləri güdmək o qədər məşğul edib ki, bir həftə ərzində ölkənin içində o tərəf bu tərəfə hərəkət edən tonlarla narkotikdən xəbər tutmayıb? Yapçıların və dostlarının narkotik alveri və tranzit qərb dövlətlərində də baş verir. Argumenti qəbul olunmur. Onu hamı bilir. Lakin onu da hamı bilir ki, həmin ölkələrdə hökumət bu bəla ilə ciddi mübarizə aparır. Narkomafiyanın başçıları həbs olunur. Silahlı müqavimət göstərənlər hətta məhv edilir. Tonlarla narkotik müsadirə olunub məhv edilir. Bu mübarizədə bacarıqsızlıq edən vəzifəli şəxslər isə vəzifəsindən azad olunur. Əhalinin narkotika bulaşmaması üçün artıq bu bəlaya düçar olmuşların isə dövlət hesabına müalicəsi ilə bağlı nəhəng dövlət proqramları həyata keçirilir. Bizim ölkəmizdə belə bir mübarizəni görən oldu mu? Tam əksinə, BMT-nin hesabatına görə təkcə ötən il 308 ton narkotik ölkəmizdən dırnaqarası sabitlik və əminamanlıq şəraitində keçib digər ölkələrə daşınıb. Aydındır ki, bu cinayət də mandat alveri, adam oğurluğu, korrupsiya, insan alveri cinayətləri kimi inhisardadır. Dövlət hakimiyyətinin himayəsində olmasaydı, bu qədər iri miqyasda və cəzasız şəkildə narkotik satışı və transiti mümkün olmazdı. Cinayət törədib pul qazanırlar, mənə nə deyib keçməyin. Bir tərəfdən tam günahsız adamlar narkotiklə şərlənib həbsə atılırsa, siyasi məhbusların 13 nəfəri bu ittihamla həbs edilib. Digər tərəfdən ölkə əhalisi arasında narkotikin daha da geniş yayılması üçün əlverişli şərait yaradılır. Yenə də BMT hesabatlarına görə ölkəmizdə narkotik istifadəçilərinin sayı 500 min nəfərə yaxındır. İnyeksiya yolu ilə narkotik istifadəsinə görə ölkəmiz qısa müddətdə dünya birincisi olub. Ölkəmizdə cəmi 2 milyondan biraz artıq ailə olduğunu nəzərə alsaq, deməli, hər 4-5 ailənin birində artıq narkotika quraşmış kimsə var. Bu isə millətin tədrici məhv edilməsidir. Nə edə bilərik ki, deyib də keçməyək. Millət özü özünə sahib çıxmalıdır.
Hörmətli tamaşaçılar, Azərbaycan sərhədlərində təkcə narkotik böhranı baş vermir. Elə kənd təsərrüfatı məhsullarla bağlı problemlər də baş verir. Məsəl üçün, illər öncə Azərbaycan kənd təsərrüfatı sahəsində əmək sərf edən insanların problemi bu idi ki, onlar öz məhsullarını Rusiyaya apara bilmirdilər. Çünki Rusiya Avropadan ucuz mallar idxal edirdi, amma indi Qərblə Rusiyanın arasında yaranan bu münasibət vəziyyəti başqa istiqamətdə pisləşdirib. İndi Azərbaycan fermerləri Rusiya bazarına məhsullarını rahat apara bilirlər, amma Azərbaycanlılar sərhədin içərisində kənd təsərrüfatı məhsullarının qıtlığını yaşayırlar. Qiymətlər 20%, 30%, bəzən isə 50%, hətta 2 dəfə artır. Bax belə, bütün bu problemlərin nədən qaynaqlandığını və bizə nə vəd edildiyini biz iqtisadçı ekspert Vahid Məhərrəmovla danışmışıq. Vahid bəy Azərbaycan üzləşə biləcəyi problemləri araşdırıb və daha hansı problemlərə toxunub. Diqqətli olun, biləcəksiniz ki, Azərbaycana ucuz qiymətə ət hardan gətirilir? Diqqətlə fikir verin. Vahid bəy, ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına dair faktlar qeydə alınıb. Bəzi məhsullar 2 dəfə, bəzi məhsullar 60%, 70% qiymətləri qalxıb. Nə ilə əlaqədardır bu qiymət artımları? Bu qiymət artımları ümumiyyətlə son vaxtlar kənd təsərrüfatı məhsullarına olan tələbatın artması ilə bağlıdır. Bilirsiniz ki, Rusiya bir sıra ölkələrə kənd təsərrüfatı məhsulunun idxalına embargo qoyub. Onunla əlaqədar, yəni Avropa ölkələrindən, Amerika ölkələrindən artıq Rusiya kənd təsərrüfatı məhsulları idxal etmir və digər ölkələrə, o cümlədən Azərbaycan ölkələrinə də yəni kənd təsərrüfatı məhsulunun idxal imkanını yaxşılaşdırıb. Bugün bizim fermerlər, bizim sahibkarlar çalışır ki, istehsal etdikləri məhsulu daha çox Rusiya bazarına çıxarsınlar. Bu ona görə baş verir ki, Rusiya bazarında bizim məhsula yüksək dəyər verirlər. Yəni, Rusiya istehlakçıların, Rusiya əhalisinin alıcılıq qabiliyyəti yüksək olduğu üçün onlar bizim məhsula yüksək dəyər verə bilirlər. Ancaq bizdə əksinə, bizdə alıcılıq qabiliyyəti aşağıdır. Yəni, bizim istehsalçılar marağında deyil həmin məhsulu daxili bazarda satsınlar və istehsal olunan məhsul bu il az olduğu üçün, yəni bu da təbii olaraq qiymətin artmasına səbəb olur. Bəs bizim ötən ilki proqnoz var idi. Məsəl üçün, kənd təsərrüfatı məhsulları ilə bağlı, əlbəttə kəsirlərdən söhbət gedirdi həm də, amma indi vəziyyət belədir ki, demək olar ki, bazar boşalır. Bəs hökumət bunu hansısa bir formada tənzimləmirmi? Ümumiyyətlə, bunun tənzimlənməsi əlbəttə mümkün olacaq. Bu da onun hesabına olacaq ki, bizim inhisarçılar, yəni bu yaranmış vəziyyətdən çox yaxşı səviyyədə bəhrələnə biləcəklər. Ona görə ki, onlara əgər istehsal elə də sərf etmirsə, analoji məhsulları idxal etmək birbaşa onların xeyrinədir. Əlbəttə, onlar digər ölkələrdən çatışmayan məhsulları ölkəyə idxal edəcəklər və bu da həmin məhsulların əlbəttə satış qiymətinə təsir edəcək. Birincisi, burada daşınma xərci və əlbəttə həmin məhsullar artıq ölkəyə gələrkən inhisarda olduğu üçün idxal, bu da öz növbəsində məhsulun satış qiymətini qaldıracaq. Bir açıqlamanızda gömrükdə qeydə alınmış rüsum məsələsinə bağlı bildirmişsiniz ki, çox ucuz qiymətə, yüksək belə deyək də çəkili heyvanları sənədləşdirirlər. Bununla bağlı istəyərdik tamaşaçılarımıza aydınlıq gətirəsiniz ki, nə məsələdir? Təəssüflər olsun ki, uzun müddətdir bu baş verir. Biz bu halı o vaxt, yəni bu faktı o vaxt açıqlaya bildik ki, Dövlət Statistika Komitəsinin deməli, bu məlumatları artıq ictimaiyyət üçün yəni əl çatan etdi, açıqladı. Belə halda apardığımız araşdırmalar onu göstərir ki, ölkə bir sıra kənd təsərrüfatı məhsulları idxal zamanı həmin məhsulların real o ölkələrdə satış qiyməti yox, topdan satış qiyməti yox, süni olaraq deməli həmin məhsulların qiyməti minimuma endirilir, elə bir həddə endirilir ki, onu hətta belə bizim istehlakçılar təsəvvür edə bilməz. Təsəvvür eləyin ki, Gürcüstandan idxal olunan iri buynuzlu malqaranın hər birini 29 dollar 91 sentə dəyərləndiriblər. Əslində
120 kiloqram ət çıxışı verən bu heyvanları 3 kiloqram ət dəyərində sənədləşdiriblər. Bu da onu deməyə əsas verir ki, orada deməli aparılan o əməliyyatlar nəticəsində küllü miqdarda vəsait dövlət büdcəsindən demək olar ki, yayınıb və bəzi məmurların deməli mənimsəməsinə gətirib çıxarıb. Vahid bəy, bax bu cür qiymət məsələsində olan saxtakarlıq, həm də belə bir təhlükənin anonsu deyilmi ki, ümumiyyətlə bu malqaranın sağlamlığı da heç ciddi nəzarətdən keçirilmir. Ola bilsin ki, onlar özlərinə müxtəlif viruslar, xəstəliklər gətirirlər. Çünki əgər 120 kiloqramlıq ət çıxışı verən hansısa malqara 29 dollara sənədləşdirilirsə, yəni deməli heç onun sağlamlığına da hansı keyfiyyət göstərisinə də fikir verilmir. Yəni bax belə bir garanti, bir təhlükədən söhbət gedə bilərmi? Əlbəttə, ümumiyyətlə mən düşünmürəm ki, Gürcüstanın bu qədər malqaranı Azərbaycana ixrac etmək imkanı olsun, potensial olsun. Yəni Gürcüstanın real iqtisadiyyatı, kənd təsərrüfatı bu qədər məhsulu Azərbaycana ixrac etməyə imkan vermir. Düşünürəm ki, bu heyvanların bir hissəsi digər ölkələrdən, yəni xüsusən bizə qonşu olan Ermənistandan Gürcüstana gətirilir və Gürcüstan vasitəsilə Azərbaycana ixrac edir. Və sərhəddə mən düşünmürəm ki, aparılan yoxlamalar yəni ciddidir. Bu da onu düşünməyə əsas verir ki, hər halda ölkəyə idxal olunan malın, heyvanın dəyərini süni sürətdə aşağı endirirlərsə, burada marağı olan qüvvələr var. Yəni, həm onun qiymətini endirib aşağı qiymətdə sənədləşdirirlər. Əlbəttə, belə olan halda həmin malqaranın deməli, xəstə olmadığı və yaxud da hər hansı bir xüsusi preparatlardan istehsal zamanı istifadə olunmadığı bu mümkün görünmür. Ona görə ki, o qüvvələr ki, onun idxalıyla məşğuldur, dediyim kimi süni olaraq onun idxal sənədlərində qiymətini aşağı göstərirlər. Onlar həm də elə bir gücə malikdirlər ki, onlar həmin heyvanların yoxlanmasını bəli, aparmaya da bilərlər. Məncə ətin hardan gəlməsi ilə bağlı Vahid müəllimin çox ciddi faktları təqdim olundu. Sadəcə biraz diqqətlə düşünmək lazımdır, bəli. Ölkənin təhlükəsizliyinə cavabdeh olan insanlar məncə bu fikirlərdən demirəm dərs çıxarsın. Çünki onlar belə fakt ortada varsa böyük cinayətə yol veriblər. Səhlənkarlığa yox, cinayətə yol veriblər. Bəli, Azərbaycanda zülm ərşə deyiləm sözün həqiqi mənasında. Yəni, insanlar məişətdə, siyasətdə, nə bilim, sosial həyatın bütün sahələrində incidirirlər, qanunsuzluqlarla qarşılaşırlar. Bəzən bizə də belə suallar yaranır ki, insanlar niyə bu zülmün qarşısına dözüş gətirirlər? Bizim də bir sujetimiz var, hörmətli tamaşaçılar. Biz də buna çalışmışıq aydınlıq gətirək ki, zülmün qarşısında dözmək olarmı, olmazmı və yaxud da ki, nə etmək olar? Narkotiki polis rəisləri satdırır. Satdırır ki, siz keyflənib göylərdə uçasız. Onlar isə yerin altını, nefti, qazı rahatca sümürüb yesinlər. Siz isə bu dırnaqarası keyflərin hesabına günü-gündən məzlumlaşasınız. Boynu bükük olasınız. Avtobusa 20 qəpik verməyin dərdini çəkəsiniz. Onlar isə bahalı maşınlarla küçələrdə şütülsün. Bu fikirlər Hacı Abgül Süleymanova aiddir. O, bu çıxışı deyəsən 4 il əvvəl etmişdi. Nəticə bu oldu ki, Abgül bəyin özünü Ramazan ayında narkotik və başqa cəfəng şeylərlə şərləyib həbsə yolladılar. Özü də nə az nə çox 11 illiyə. Azərbaycanda narkoşərləmənin tuğyan etdiyi vaxtda Abgül Süleymanovun iqtibas etdiyim fikri vəziyyəti çox sadə və dəqiq izah edir. Düzü bilmirəm, vəziyyəti kiməsə izah etməyə gərək qalıbmı? Çətin. Hamı azdan çoxdan bu faktı bilir. İndi qalır bu fakta münasibət. Bu münasibətə görə Azərbaycanlılar 3 kateqoriyaya bölünür. Ya onu, reallığı dərk edib dəyişməyə çalışmalısan, ya əclaflığı, namərdliyi görməzdən gəlməli, özünü körluğa, lallığa vurmalısan, ya da şərin vəkili olmalısan. Haqqı, düzgünlüyü müdafiəsiz buraxan adam cinayətə şərikdir. Hüquqda buna öz hərəkətsizliyi ilə cinayətdə iştirak deyilir. Hər ötən gün də göstərir ki, dəvəquşu yanaşması ilə yaşamaq istəyənlər də sığortalı deyirlər. Avtoritar rejim onları da əzir.
özü də lap pis əzir. Üçüncü qrupdan olanlar isə yazıqlardır. Varlığını yaltaqlıq, şərə nökərlik etməklə sürənlər, Xəlil Rızanın təbirincə yazsaq, diri ikən ömrünü başa vuranlardır. Belələri bu dünyalarını da itiriblər, o dünyalarında. Heç vaxt mərdimazarlıqla, zülmkarın qılıncını itiləməklə yaşayan insan rahat ola bilməz. O, sarayda da yaşasa, vicdanı onu rahat buraxmayacaq. Siz insanın fitrətinə inanın. Ən əclaf adam belə vicdanından azad ola bilmir. Vicdan, orqanizmin ayrılmaz hissəsidir. Onun bəzən insanı düzgün hərəkət etməyə, ədalətli mövqeyə tutmağa gücü yetmir. Fəqət vicdanın intiqamı həmişə iş başındadır. O yaxdır. O, onu eşitməyən adamı hər gün, hər an cəzalandırır. Nahaq belə söz deməyiblər. Hamıdan qaçsan da özündən qaça bilməzsən. O, öz deyilən şey vicdandır. O, haqq hesabını yaxşı bilir. Alçaqlıq edən adamın yeyib içdiyini bir anın içində burnundan idin, qan edib gətirir. Biz bunu görmürük. Düzdür, gördüyümüz alçaqların təntənəsidir. Ancaq bu mənzərə heç kimi çaşdırmamalıdır. Sən o əclaflıq illərində nə edirdin, dost? Çünki Azərbaycan hakimiyyəti nə qədər kaprizli, inatkar olsa da, tarix onlara görə öz qaydalarını dəyişən deyil. Bu dəyişməz qaydalardan biri də budur ki, bütün diktaturalar məhvə məhkumdur. Acı sonluq onların labüd sonudur. Onun biraz gec baş verməsi bizləri təntidə bilər. Ancaq bu, qaçılmaz finaldır. Həmin gün və ondan sonra yaşananları birinci kateqoriyadan olanlar üçün bitməyən qürur və güc mənbəyidir. Bir düşünün, diktaturadan sonraki Azərbaycanda nə danışacaqsınız? Övladlarınızla, yaxınlarınızla və başqaları ilə. Axı onda bir başqa Azərbaycan olacaq. İndiki kimi sual verən ağızlar qapanmayacaq. Mövqe tələb edənləri həbsə atmayacaqlar. Cəmiyyət narkotiklə yuxuya verilməyəcək. Sizdən soruşacaqlar, sən o əclaf illərdə nə etdin, dost? Hansı cəbhədə yer aldın? Şərlə mübarizəyə hünərin yox idi. Cəhənnəmə. Susardın, susmadın. Xalqın ləyaqətli mübariz oğlanlarını şərləməyə qalxdın. Niyə? Xoş o adamın halına ki, belə gələcəkdən uzaqdır. Firon da körpə oğlanları öldürdü. Çoxlarına namərdlik, çuğulluq, mərdimazarlıq üçün stimulu 37-ci il repressiyalarına müstəqil Azərbaycan zamanı layiqincə qiymətləndirilməməsi verir. Eləcə də xalq hərəkatına qarşı xain və düşmən kəsilənlərin başının sonra boş buraxılması bəzilərinin əzlaflığını körükləyir. Düşünürlər, belə gəlib, belə də gedər. Vur, çal, çap. Fəqət dövr o dövr deyil, bəşəriyyət öz səhvlərindən öyrənir. Azərbaycanlılar da, onların mübarizəsiz kəsimi də dərk edir ki, zülm həm də layiq olan cəzanın verilməməsidir. Caninin başlanması humanizm deyil, səhlənkarlıqdır, zülmdür. Bu, təhdid və qisasçılığa çağırış deyil, bu, gələcəyə, elə bu gündə də məsuliyyətlə yanaşmağa dəvətlidir. Heç kim dünyanın ancaq bu gündən ibarət olduğunu düşünməsin. Fironluq eşqinə düşənlər. Belələrinə nökərçilik edənlər Fironun aqibətini də unutmamalıdırlar. Fironun da yanındakılar xəbərdar eləmişdilər ki, yerinə başqa bir kişi keçəcək. O, bunu önləmək üçün məktəbdə doğulan bütün oğlan uşaqlarını öldürdü. Axı o vaxt Kürdaxanı yox idi, amma axırı necə oldu? Odur ki, sözümüz sözdür. Şərə sitayiş haramdır, var ümid gələcəyə. Bugün Azərbaycanlı üçün ən asan və ən təsirli görüləsi iş yalanda iştirak etməməkdir. Yalanla savaşmağa imkanın yetmirsə, onun aləti də olma. Bu ki, çox çətin deyil. Əlinizin altında internet varsa, özünüzə bir dəqiqəlik əziyyət verin. Axtarın, Soljenitsinin Yalansız Yaşamaq adlı essesini oxuyun. Görəcəksiniz ki, həyatda belə də yaşamaq olur. Həm də cana da, ruha da, rahat olan formada. Semir bəy, mən istəyərdim verilişimizin bu yerində Azadlıq qəzetinin 3-cü səhifəsi haqqında söhbət açım. Azadlıq qəzetinin oxucuları bu 3-cü səhifənin nə olduğunu bilir. Mən və dostlarım bu səhifəyə Azərbaycanın şərəf lövhəsi deyilir. Yəni, bu səhifədə oxucularımız və tamaşaçılarımız diqqət edirsə, bir fotokolleksiya var. Bu fotokolleksiya vicdan məhbuslarımızdır, siyasi məhbuslarımızdır və nə acı ki, bu hətta məhbusların hamısı deyil. Yəni, son günlər həbs olan vicdan məhbuslarının bir çoxu hələ yəqin ki, qəzetin texniki problemləri və yaxud da işlər ucbatından burada yerləşmir. Və bu şəkillərin sayı günü-gündən artır. Amma mən bu yaxınlarda dostlarımla söhbətdə dedim ki,
Nə yaxşı bu şəkillər var, nə yaxşı bu vicdan məhbusları var. Bu həm də o deməkdir ki, Azərbaycanda susmayan vicdanlar var. Zülmün qarşısında bayaq siz dediyiniz kimi tabiiçilik göstərməyən insanlar var. Ədaləti istəyən insanlar var və o istəklər bəzən belə, yəni həbsxana aqibəti ilə yekunlaşır. Amma mən və hər kəs əmindir ki, bu insanlar gələcəkdə Azərbaycanın qürur mənbəyinə çevriləcək, güc mənbəyinə çevriləcək ki, bir zamanlar belə bir insanlar olub ki, öz canları, səhhətləri, sağlamlıqları baxımından Azərbaycanda haqsızlığın təntənə yaşamasına imkan verməyiblər. Amma bunlarla yanaşı beynəlxalq təşkilatlar da susmur. Yəni elə bir təəssürat yaranmamalıdır ki, sanki Azərbaycanda İlham Əliyev rejimi qılıncının sağı da kəsir, solu da kəsir. Və dünya da bundan susur. Və dünya bundan susur, amma nə yaxşı ki, belə deyil. Dünya susmur. Azərbaycan saatı müəyyən bir icmal hazırlayıb. Biz bütün dünyada Azərbaycanda baş verənlərlə bağlı hayqırı edən, çağırış edən təşkilatların hamısının icmalını verməsə də, müəyyən təşkilatların icmalını hazırlamışıq ki, onlar Azərbaycandan nə istəyirlər, Azərbaycan hakimiyyətindən nə istəyirlər və ümumiyyətlə haqla nahaqqın savaşında kimin yanındadır? İzləyək. Hüquq müdafiəçilərinin qorunması üzrə Ümumdünya İşgəncələr əleyhinə təşkilatın və Beynəlxalq İnsan Hüquqları Federasiyasının birgə proqramı Azərbaycanda həbsdə olan tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunusların həyatının təhlükədə olduğunu bildiriblər. Qurum Azərbaycan hakimiyyətindən Leyla Yunus və Arif Yunusların dərhal və şərtsiz azad edilməsini, onlara tibbi yardım göstərilməsini tələb edib. Hazırki durum Azərbaycanda hüquq müdafiə fəaliyyətinə görə cəza kimi qəbul olunur və vətəndaş cəmiyyətinə qarşı repressiya dalğasından xəbər verir, deyə sənəddə vurğulanır. Adı çəkilən qurum Beynəlxalq Birliyi Azərbaycan dövlət başçısının, güc qurumlarının, xarici səfirliklərinin ünvanına müraciət göndərərək hüquq müdafiəçilərin dərhal azad olunmasını tələb etməyə çağırıb. Polşa hökuməti də Azərbaycanda son repressiyalarla bağlı etiraz bəyanatı yayıb. Bəyanatda deyilir, Polşanın Xarici İşlər Nazirliyi Azərbaycanda vətəndaş cəmiyyət fəallarının siyasi motivli həbsi ilə əlaqədar narahatlığını ifadə edir. Biz xüsusən hörmətli vəkil və hüquq müdafiəçisi İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Həsən Hüseynli, Rəsul Cəfərov, jurnalist Rauf Mirqədirov və eləcə də müxalifət partiyalarının çoxsaylı fəalları, onların ailə üzvlərinə qarşı repressiyalardan təşvişə düşmüşük. Siyasi motivli həbslər və saxlanmalar zamanı istifadə olunan əsassız ittihamlar ciddi narahatlıq doğurur. Öz vətəndaşlarına qarşı əsas hüquq və azadlıqlarının pozulması daha çox qeyri-stabilliyə və sosial gərginliyə gətirib çıxarır. Bu, həmçinin Avropa ilə əməkdaşlıqda ciddi maneə yaradır. Biz Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyət fəallarına, müxalif siyasətçilərə və onların ailə üzvlərinə qarşı repressiyalara son qoymağa, həmçinin Avropa Şurası, ATƏT və BMT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq. Mənzil qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar Beynəlxalq Söz Azadlığı Müdafiə Təşkilatı da Azərbaycandakı repressiyalarla bağlı bəyanat yayıb. Bəyanatda ölkədə vətəndaş cəmiyyətinə olan baskılar, son həbslər sərt tənqid olunub. Bəyanat müəllifləri xatırladır ki, müstəqil media təmsilçiləri vətəndaş cəmiyyət fəallarının özləri ilə yanaşı ailə üzvlərdə repressiyalarla üzləşir. Bəyanat müəllifləri xatırladır ki, müstəqil media təmsilçiləri vətəndaş cəmiyyət fəallarının özləri ilə yanaşı ailə üzvlərdə repressiyalarla üzləşir. Buna misal olaraq Azadlıq qəzeti və Azərbaycan Saatının əməkdaşı Natiq Ədlovun qardaşı Murad Ədlovun həbsi göstərilir. Murad Ədlovun həbs olunan zaman işgəncəyə məruz qalması, vəkili ilə təmasına imkan verilməməsi bəyanatda yer alıb. Bəyanatın sonunda yada salınır ki, Azərbaycan media azadlığına görə 180 ölkə arasında 160-cı yerdədir. ABŞ-ın ATƏT-dəki missiya rəhbəri də repressiyalarla bağlı Bakıya ciddi çağırışlar edib. ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Harry Robinson qurumun daimi şurasının avqustun 14-də Viyanada keçirilən iclasında Azərbaycandakı həbslərlə bağlı bəyanat verir. Bəyanatda deyilir, biz Azərbaycan hökumətini vətəndaş cəmiyyət fəallarının təqibini dayandırmağa, həbs olunanları azadlığa buraxmağa, təşkilatların və fiziki şəxslərin bank hesabına qoyulan həbsləri aradan qaldırmağa çağırırıq. Biz məşhur hüquq müdafiəçisi Leyla Yunusu və onun əri Arif Yunusu insani hissləri rəhbər tutaraq dərhal azad etməyə çağırırıq. Onların hər ikisi ciddi xəstəlikdən əzab çəkir. Onlardan başqa son həftələr ərzində tanınmış vəkil İntiqam Əliyev, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov kimi QHT fəalları
həbs olunub. Reportyorların azadlığı və təhlükəsizlik institutunun rəhbəri Emin Hüseynovun isə həbs təhlükəsi ilə üz-üzədir. Bunlar bizi narahat edən olduqca çoxsaylı faktlardan sadəcə bir neçəsidir. Biz Azərbaycan hökumətini qanun aliliyi prinsipinə və insan haqlarına hörmət etməyə, vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmağa çağırırıq. Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyət imkanları getdikcə daha çox məhdudlaşır. Bu, ABŞ-ın bir neçə tərəfdaşı da daxil olmaqla vətəndaş cəmiyyət təşkilatlarının geniş dairəsi üçün ciddi sıxıntılar doğrultmaqdadır. Biz Azərbaycan hakimiyyətini vətəndaşların hüquqlarını təmin etməyə, onların öz fikirlərini ifadə etməsinin qarşısını almamağa, eyni zamanda insan haqları sahəsində beynəlxalq öhdəliklərə əməl etməyə səsləyirik. Bu, Azərbaycanlıların ölkədə davamlı sabitlik naminə bütün imkanlarından yararlanmasına müsbət təsir göstərərdir. Hörmətli tamaşaçılar, yadınızdadırsa biz bir müddət bundan qabaq bir süjet təqdim eləmişdik, sizə reportaj təqdim eləmişdik Xəzərin hasarlanması ilə bağlı. YouTube-da yeri gəlmişkən Milli YouTube portalında bu video rekord qırmış bir və 500 minə qədər 500 minə yaxın izlənib bu video. Görünür ki, Xəzərin hasarlanması insanların çox ciddi problemlərindəndir. Növbəti sujetimizdə Xəzərin hasarlanması ilə bağlıdır, Bakı ətrafında. Türkən qəsəbəsində kimlərsə Allahın, təbiətin Azərbaycanlılara bəxş etdiyi Xəzəri özəlləşdirməklə, hasarlamaqla məşğuldur və bu hansı problemlər yaradır? Həmin kadrları izləyək. Bütün ölkə ərazisində son illərdə dəbdə olan hasarlama siyasəti Xəzər rayonunda o həddə çatıb ki, yaxın gələcəkdə Abşeron sahilləri əluzun məmurların sayəsində Xəzərin statusunun təyin olunmasında beynəlxalq problemə çevriləcək desək, bəlkə də yanılmarıq. Abşeron yarımadası boyunca oliqarxlar və yüksək sinli məmurlar tərəfindən hasarlanan Xəzər sahilləri Xəzər rayonunun ərazisində bütün əndazəni aşıb keçib. Əhalisinin sayı 11.599 nəfər olan Türkən qəsəbəsinin sakinləri nəinki Xəzərə baxmaqdan, hətta doyunca hava udmaqdan belə məhrum olublar. Bütün qəsəbə boyunca sakinləri sahil zolağına yerləşən mülklərinin qarşısında Xəzər rayon icra hakimiyyətinin başçısı torpaqların satışından ürəyi uf deməyib, indi isə dənizi satır. Yerli sakinlərin verdiyi məlumata görə Xəzər Dəniz Gəmçilik Qapalı Səhmdar Cəmiyyətinin rəisi Rauf Vəliyevlə Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov artıq Xəzər dənizinin statusunu belə müəyyən ediblər. Dəniz sahillərini daş şarxanasından çıxarılan daş qırıntıları və toz torpaqla qurudaraq həmin ərazidə öz qohum və əqrabalarının arasında bölüşdürməklə yeni bağ və qala tikintilərini vüsətlə davam etdirirlər. Ərazidə yapılan qala divarlarının arasında isə qəsəbə sakinlərini hələ ki Leningrad blokada şəraitini xatırladan kiçik bir dəhlizdən dənizə keçməyə məcbur edirlər. Qəsəbə sakinləri əməkdaşlarımıza bildiriblər ki, söz-söhbətlər gəzir ki, tezliklə Xəzərə çıxan kiçik dəhlizimizdən də məhrum olacağıq. Eyni zamanda qəsəbə sakinləri ümid edirlər ki, Xəzər seçki dairəsindən parlamentə seçilmiş millət vəkili Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu ekosid cinayətindən xəbərsizdir. Sakinlər ümid edirlər ki, tezliklə onların haqq səsini millət vəkilləri eşidib, hadisəyə müdaxilə edib, günahkarları cəzalandıracaq. Ərazidə tikinti aparan fəhlələrdən mülk sahiblərinin adları çəkilən məmurların olub-olmamasını soruşanda, onlar da həmin mülklərin sahiblərinin Rauf Vəliyevin özünün və qohumlarının eyni zamanda Gülağa İslamova məxsus olduğunu təsdiqlədilər. Lakin təhlükəsizlik baxımından kamera qarşısında danışmaqdan çəkindilər. Amma hələ ki Xəzər işğal olunur və sahil boyunca Azərbaycan Respublikası qanunvericiliyinə və ölkə başçısının Xəzərlə bağlı verdiyi sərəncamlara məhəl qoyulmadan Xəzər qurudulur. Görünür bu gedişlə tezliklə Xəzər rayon icra hakimiyyəti başçısı Vasco da Gama'nın Hindistana gedən dəniz yolunun əksini olaraq Türkmənistana gedən quru yolunu kəşf edən dırnaqarası səyyah kimi Azərbaycan tarixində öz layiqli yerini tutacaq. Və yaxud ədalət bərqərar olarsa, Azərbaycanda ilk dəfə olaraq ekosid ittihamı ilə qanun qarşısında cavab verəcəklər. Hələ ki biz də Türkən sakinləri kimi ikinci variantı tezliklə baş tutacağına ümid edirik. Amma ümidlə yanaşı Bakı şəhər icra hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda rayonun və ölkənin hüquq mühafizə orqanlarına məsələ ilə bağlı sorğular göndərməyə başlamışıq və böyük araşdırmanın startını vermişik. Və ən nəhayəti həmin seçki dairəsindən parlamentə seçilmiş millət vəkilinin də elektron postuna məsələ ilə bağlı yaxın günlərdə sorğu hazırlayıb göndərdikdən sonra araşdırmamızı tamaşaçılara təqdim edəcəyik. Hələ ki Türkən sahillərində balıqların taleyi bu tor quran gənclərdən, sakinlərin taleyi isə adı çəkilən şəxslərdən asılı olaraq qalır.
Həmən tamaşaçılar, növbəti sujetimiz Biləsuvardan bir şikayətçi ilə bağlıdır. O, Azərbaycan saatında bundan ikinci dəfədir üst tutur. Biləsuvar bazarının rəhbəri Mikayıl Heydarov onun balaca bir ticarət köşkünü əlindən alıb, ona zülm edib, polisə döydürüb, böhtan atıb. Beləliklə, onu da prezident aparatına, dövlət orqanlarına ünvanladığı minlərlə, çəkinən desək, 10 kiloqramlarla şikayət ərizələri cavabsız qalıb. Təhqir olunur, vətəndaşımız özünü sahibsiz hiss edir. Əslində, bunu demək çox ağırdır, amma dövləti olan bir vətəndaşın özünü sahibsiz hiss edilməsi insanın qəlbini ağrıdır. Yoxsa Azərbaycanlıların hansısa bir dövlətin tərkibində əzilənlərlə nə fərqi var? Əgər öz dövlətinin içərisində onun heç bir hüququ yoxdursa, onda biz hansısa bir dövlətdən necə tələb edə bilərik ki, o bizim hansısa bir soydaşımıza, məsəl üçün Güney Azərbaycanda, Uyğur türklərinə, türkmənlərə ya da elə kim olursa olsun, dünyanın arasındasa bir insana ədalətli yanaşsın. Öz dövlətimizin içində öz vətəndaşımız çox ağır, belə deyək, rəftarla üzləşir. Mən onu bildirmək istəyirəm ki, Azərbaycan xalqına ki, Biləsuvar rayonunun bazarının müdürü Mikayıl Heydarov mənim başıma 8 ildə gətirdikləri oyunu mən vaxtında müraciət elədim birinci öz rayonuma, baxmadılar, tədbir görmədilər. Özü, mən yenə yerimlə bağlı getdim, mən onunla görüşdüm ki, mənim yerimi qaytarsın. Dedi ki, mən heç kəsi hərrəmirəm. Burada icra başçısı Mahir müəllim tapşırdı ki, bəs qızın yerini qaytarın. Onunla da bağlı mən getdim, müraciət elədim. Mənim yerimi dedi ki, Mahir müəllimin şərikli mən Mahir müəllimi hərrəmirəm, onun mənlə şərikli yeri yoxdur. Mən sənə yer verməyəcəm. İcra başçısı haqqında deyir. Bəli. İndi Azərbaycan xalqı bilsin ki, Biləsuvar rayonunun bazarın müdürü Mikayıl Heydarov həm də Biləsuvar rayonunun icra hakimiyyətidir, prokuroludur, məhkəməsidir. Özü də açıq şəkildə mənə deyir ki, mən heç kəsi hərrəmirəm, mənim pulum çoxdur, onlara pul lazımdır, mən aparıb atıram onların ağzına. Bu sənədlər də bəli. Haqqınızı bərpa edə bilmirsiniz? Xeyr, mənim əlimdə olan faktları bu günə qədər mən hər ay prezident aparatında qəbullara gələm, hüquq şöbəsi Fuad müəllimin, Eldar müəllimin, Şahir müəllimin gəlirəm, əlimdə olan faktları müraciət edirəm. Bu günə qədər mənim əlimdə olan faktları araşdıran yoxdur. Dəfələrdən mən Nazim müəllimə, Fuad müəllimin nümayəndəsinə xahiş eləmişəm ki, mənim əlimdə olan faktları araşdırılsın, baxılsın. Mən öz haqlı şikayətimi tələb edirəm, mənim haqqım qaytarılsın, mənə dəyən ziyanlar ödənsin. Bu günə qədər demək olar ki, mənim dediklərim hamısı havaya gedir, əlimdə olan faktları araşdıran yoxdur. Ayın 16-sı, 2014-cü ilin mayın 16-sı Cənub bölgəsində qəbul olundu, vətəndaşları Zakir Qaralov qəbul elədi. Heç inanın, qoymadı ağzım açım, mən sözümü deyim. Məni dinləmədi. Akif Rzayevi çağırtdırdı, tapşırdı ki, qızı... Akif Rzayev kimdir? İşçilərindən idi, mən dəqiq deyə bilmərəm, amma çağırdı, qəbul elədi otaqda, yazı pozu olan faktların yenə də izah elədim onu. Yazdı, bugünə qədər də demək olar ki, tədbir görən yoxdur. Bu gördüyümüz sənədlər hamısı sizin yazılmış şikayətlər diyorsunuz, şikayətlərinizə gələn cavablar? Cavablar da eyni standartın cavablar gəlir. O saxta ki, qərarlar çıxıb, mənim əlimdə olan faktları əsassız sayırlar. Hüquq şöbəsi də ki, onların saxta çıxartdıqları cavabları əsaslı sayırlar. Amma bu standart cavablar sizi deyəsən yorulur, maşallah, yazırsınız yenə də. Yazıram, ona görə haqsızlığa mən qəbul eləmirəm. Mən özüm də demişəm ki, mənim ömrümə bir gündə qalsam, mən haqq üzə çıxmayana qədər mən əl çəkən deyiləm. Mən tələb edəcəm. Dərman elə bir... Mənim sağlam anamı, sağlam bacımı rəis Birəli Şıxəliyev kabinetində döyərək, indi mən anamı iynə dərmanla saxlayıram. Baxın, hamısı reseptlərdə. 180 manat tutur reseptin biri. Kimə alırsınız o? Mən anamı alıram, bacılarımı, ancaq reseptlərdən dərman gücünü saxlayıram. Biraz sakitləşin. Nəyə görə onlar xəstələndi? Yəni sizin başda gələn haqsızlığa görə, yoxsa işgəncə görüblər? İşgəncə görüblər. Mirəli Şıxəliyev, şəxsən mənim özümü də döyüb, anamı da döyüb. Mirəli Şıxəliyev polis rəisi. Biləsuvar rayonu keçmiş rəisi. Mənim indi anamı iynə dərmandan saxlayıram. Amma rəislər, prokuror Fəxrəddin Məmmədov, hakim ki, mənə qarşı olan bu 3 dənə məmurlar indi şəhər-bə-şəhər gəzirlər. Amma mən də bu ağır
yüklərdən Bakının küçələrində sürünürəm ki, haqqımı tələb edirəm ki, haqlı şikayətimə baxılsın. Bugünə qədər baxılmır. İndi bilmirəm hara müraciət edeyim. Prezident aparatı nə demək istəyirdiniz? ki, Azərbaycanda mən tamaşaçılara onu bildirmək istəyirəm ki, Azərbaycanda öz başınalıq, başalıq gedir. Bir Azərbaycanlı qızının məsələsi Azərbaycanda həll olunmur. Və prezident aparatından o yana yoxdur. Mən müraciət edirəm ki, hər ay gəlirəm çətinliklə, gəlirəm qəbula yazılıram ki, mənim bu ay baxılmayıb, gələn ay baxılar. Yenə də eyni standartlı cavablar gəlir mənə. Seymur bəy, bu kadrlara bircə onu əlavə eləmək istəyərdim ki, məncə bizim bu bütün veriliş boyu danışacağımız haqsızlığa və bu vətəndaşın şikayətinə əlavə olaraq bu xanımın göz yaşı Azərbaycandakı mənzərəni daha dəqiq ifadə edir. O qadının göz yaşına diqqətlə baxın, mən bu məsələ ilə bağlı cavabdeh şəxslərə səslənirəm və vətəndaşın problemini həll edeyim. Bu da Qarabağ məsələsidir, demokratiya məsələsidir. Bəli, bir toplumun vəziyyətinin ən yaxşı ifadəsi onun qadınların simasıdır. Yəni, analarının simasıdır, xanımlarının simasıdır. Azərbaycan qadını bu vəziyyətə gətirmək heç kimə baş uzalığı gətirməz. Əziz tamaşaçılar, vaxtaşı bizim efirdən də, qəzetlərdən də, mətbuatdan da insanlar deyirlər ki, SOS bizi Şimali Koreya aparırlar. Yəni, Şimali Koreya ilə üz-üzə qalmışıq. Azərbaycan Şimali Koreya çevrilir. Bəziləriniz bilirsiniz, söhbət nədən gedir. Bəziləriniz isə bəlkə də fikirləşirsiniz ki, görəsən Şimali Koreya nə olub? Şimali Koreya nə deməkdir? Bu sualın cavabını əyani olaraq sizə təqdim eləmək istəyirik biz. Azərbaycanı nəyə çevirirlər? Azərbaycan hara doğru istiqamət götürüb? Belə deyək, biz indi o sehirli xalatda olan xalatı əynimizə geyinib, hörmətli tamaşaçılarla bir anlığa Şimali Koreyaya gedirik və yaxud da Azərbaycanın gələcəyinə gedirik. Biz ümid eləyək ki, Azərbaycan o günləri görməyəcək, biz Azərbaycanda demokratiyanı bərqərar olunacaq. Amma gedişat belə getsə, Azərbaycanı nə gözləyər? Həmin kadrlardan baxaq. Kim Jong-il's reign in North Korea ended with this massive and tearful display of official mourning. The great successor was his youngest son, Kim Jong-un, then in his mid-20s. A new generation, it was hoped, but so far the same outlook. Hostility towards the outside world, especially South Korea and the United States. And with the world's fourth largest army, North Korea continues its military-first policy. Perhaps the most important message this regime is trying to send at home and abroad is that this new leader is adored by his people. The young Kim's leadership is constantly reinforced by a lavish state media. Videos like this one show an army officer wiping his eyes, overcome with emotion, as Kim Jong-un speaks personally to him. Even the television announcer is emotional, as she proclaims this to be a historic moment for these soldiers. And recently, the regime has ratcheted up the propaganda, just as it's ratcheted up its threats. And this is how a cult of personality is born and nurtured. We see soldiers and their families at a military outpost running to greet Kim Jong-un. He hugs and kisses the little children who surround him. The crowds in front of the camera grow, and when they gather to say goodbye, many are seen openly weeping. And then, as Kim boards his boat to leave, soldiers ran frantically down the beach to say goodbye to their leader, even plunging into the icy water in their uniforms to show how much they adore him. He waves benignly and gestures paternally for them to go back to dry land. As the boat pulls away, the announcer says their leader has confidence that he can win a war against American soldiers. And that's a theme that continues to play out on North Korean television these days. As it has always been in North Korea, a Kim is everywhere. Poring over maps with his generals, scoping out possible targets, even taking up arms himself.
Here, Kim visits with smiling troops who perform a song and dance routine for him. And he tells them to train hard because war could happen at any time. The announcer says we will wipe out our enemies so they cannot survive. The regime is determined to show that North Korea is strong and ready to fight, even if it comes down to hand-to-hand combat. North Korean television showcases the might of the military and the weapons, including these tanks and missiles that were shown just today. But nobody really knows how many of these were set up, how many were photoshopped, even if these missiles are real. But the message is clear. North Korea and Kim Jong-un are trying to show the world that they're on top and ready for anything. Christian Amanpour, CNN, New York. Bax belə, hörmətli tamaşaçılar, əgər siz doğrudan da qurşağınıza qədər suyun ortasına girib, hansısa bir diktatoru əl eləmək istəmirsinizsə, əgər qorxudan boğulana qədər gedib geri qayıtmağa risk eləmirsinizsə ki, ilk geri qayıdan cəzalanacaq, bax belə, onda çalışın Azərbaycanın gələcəyi Şimali Koreya olmasın. Əgər o gələcəyə getmək istəmirsinizsə, başqa bir gələcək haqqında fikirləşək və onun üçün çalışaq. Şimali Koreya yeri gəlmişkən gülüşün və ağlamağın rəsmiləşdirildiyi yerlərdən biridir. Yəni Bəli. insanlara gülmək də əmr olunur, ağlamaq da əmr olunur. Bir epizod vardı onunla bağlı. Kim Chen In'in atası Kim Chen Il öləndə, həmin Kim Chen In'in dayısı ürəkdən gülmədiyi üçün onu topa qoyub atdılar. Yəni top lüləsinə bağladılar və mərmi ilə vurdular. Bax belə, bir dayısını da itlərə yedizdirmişdi. Hər halda ikinci hissə ilə bağlı vətəndaşlarımız deyirlər ki, bu ənənə hələlik davam eləməlidir. Bax, bilmirəm, bunu necə biz təqdim edək. Hər halda 250 plus Azadlıq Radiosunun əməkdaşlarının hazırladığı bir fragment bu proqramın sonunda sizin dodaqlarınızın qaçmasına xidmət edəcək. Biz də Azərbaycanın sonunu gülüş və təbəssümlə yekunlaşdırmaq istəyirik. İstəyirik ki, siz də sevinəsiniz, güləsiniz. Hələlik əlimizdən gələn budur ki, bir dodaq qaçını sizə təqdim edirik. Diqqətlə izləyin və gülməyi yaddan çıxartmayın. Sağ olun, hörmətli tamaşaçılar, salamat qalın, gələn həftə görüşənə qədər. Hələlik. Şanlı televizor əhli, əvvəla salam. Salamdan sonra mənim halımı bilmək istəsəz, çatlamaq həddinə qədər yetişmiş varam və o uca Miçurindən arzu edirəm ki, sizi də heç olmasa həmin o yaşıl bazarın insafsız alverçilərin fırıldaqlarından hifz eləsin. Böyük fasilədən sonra mən Zirə Qarpız Ezop, Nazirlər Kabinetinin təkidləri qarşısında aciz qalıb 250 plusa qayıdıram və yeni qarpız mövsümünü açıq elan edirəm. Gözünüz aydın. Uzun sürən ağır ayrılıqdan sonra mən nədən söz açmaq istərdim? Məhəbbətdən. Məhəbbət olur ananın öz balasına bağlılığı. Məhəbbət var, məsələn, qadına vurulan kişinin sevgisi. Və bir də var xalqın öz ölkə rəhbərinə olan dərin məhəbbəti. Bugün biz bu sonuncu məhəbbətdən danışacağıq. İndi Azərbaycan öz sabitlik tarixinin bəlkə də ən yüksək zirvəsinə yüksəlib. Ölkənin Avropa Şurası qarşısında üzərinə götürdüyü sosialist öhdəçiliyi artıqlaması ilə yerinə yetiriləndən sonra əhalinin respublika başçısına olan məhəbbətinin şiddəti 1937-ci ildəki rekord göstəricilərini də bir qarış vurub keçib. Mən bu studiyaya gəlməmişdən qabaq bir daha götür-qoy etdim və fikirləşdim ki, görəsən necə olur ki, Azərbaycanda hələ də ölkə başçısını istəməyən daş qəlbli adamlar tapılır. Balam, müxalifət olursan, QHT olursan, dissident olursan, hər kim olursan ol. Əgər kimsə ürəyivə yatmırsa, sən gərək mütləq yerin altından da olsa bir başqasını tapmalısan ki, ona məhəbbət bəsləyəsən. Çünki qəlbindəki sevgi olmadı, belə insan başında Ramiz Mehdiyevin durmadığı prezident aparatına və ya Siyavuş Novruzovsuz Milli Məclisə bənzəyir. Vasif müəllim demişkən, Karoçe, Zulfa Nisoçi. Lev Tolstoy sağ olsaydı, Hərb və Sülh kinosunu yazmaq üçün nə? Uyda, artıq onun kitabını da bıraxıblar. Üstəyirəm, onu deyirdim axım. Lev Tolstoy Vayna və Miri yazmaq üçün Soçiyə Vladimir Putinin samba bayramına gedərdi. Burada deyiblər ki, adlandığın kimi ol. Vladimir, yəni Putin, hərfi tərcümədə Vladika sahib, Mir dünya deməkdir. Yəni dünyanın sahibi. Bu mənada Putinin adı özünü tam doğrultmur. Amma Mir sözü həm də sülhdür axı. Yəni sülhün sahibi. Və həqiqətən də indicə əyninə alabula paltar geyib, bir-birinə hərbi binokullardan baxan, üstəlik də bir-birini milçə yüzü görməmiş söyüşlərlə deşik-deşik edən İlham Əliyev və Serj Sarkisyan sülhün sahibinin hüzurunda olmuşdular yumşalı ki yumşalı. Hamı başını sındırırdı ki, sehirbaz kimi bircə çıtma ilə müharibəni yenidən sülh haqq hesabına çevirən Putinin sirri nədir?
öz Facebook səhifəmizin arasında qalsın. Gedib də onun bunun YouTube-unda, Twitterində paylaşmayın. Sizə bu danışıqların pərdə arxasından çəkdiyimiz nadir kadrları göstərim. Deməli Putin müəllim əvvəl çağırdı Sarkisyanı. Dedi, ay hoppanı zad eləmə. Qarabağ kimindir və sıxdı onu. Deyir, ana mənim. Biraz da boynunu mənə sıxdı. Deyir, biraz da fikirləş. Deyir, ana bizim. Jim. Kimin? Deyir, sizin. Əlini belə yerə vurdu. Sən. Sonra da Putin İlham Əliyevi çağırdı. Şarap, bir dənə brasok. Soruşur, regionda neçə dənə kişi var? Deyir, 2. Deyir, ana fikirləş. Deyir, 1,5. Ana yaxşı fikirləş. Okey, bir kişi var. Belə, bu profilaktik söhbətlərdən sonra Pələng dərsi geyən 3 cəngavər danışıqlardan sülh göyərçinləri kimi ayrıldılar. Soçi danışıqlarındakı vədlərə baxmayaraq, Azərbaycan ordusu cəbhədə balans yaratmaq üçün bir neçə hərbi əməliyyat keçirdi. Əvvəl Müdafiə və Milli Təhlükəsizlik Nazirliklərinin gizli polkovniki olan xanım Rembo İsayeva Daşkəsənin icra başçısı Əhəd Abiyevin cibinə radioaktiv dollar atmaq üçün Ermənistandan Azərbaycana keçən təxribat qrupunun qorxunc bir rəhbərini zərərsizləşdirdi. Elə ermənilər təzəcə şoka düşmüşdülər ki, Müdafiə Nazirliyinin yeni yetənə yetən yetkilisi Vaqif Dərgahlı Ermənistanı dizi üstə oturmaq həddinə gətirdi. Part! Birinci zərbə Serj Sarkisyanın adı və familiyası kiçik hərfləri yazıldı. Part! İkinci zərbə erməni prezidentinin adı ümumiyyətlə yazılmadı, ancaq hərf. Və nəhayət 3-cü ölümcül zərbə. Bam, baram, bum! Müdafiə Nazirliyinin saytında bütün Ermənistanın adı balaca hərflərlə yazılaraq xəritədən silinmək həddinə gətirildi. 250+ həyəcanla Ermənistan ordusu sıralarındakı panika xəbərlərini gözləyir. Bizi izləyin, hələlik isə qərb cəbhəsindən keçək şərq cəbhəsinə. Burada Bakıda Azərbaycan hakimiyyətinə qarşı ikinci cəbhə açan Azərbaycan korrupsionerlərindən ibarət nəhəng bir qruplaşma prokurorluq və MTN tərəfindən tam mühasirəyə alınıb. Azərbaycanın neft, bank, mobil rabitə, nəqliyyat, gömrük biznesindən milyardlarla pul mənimsəyib onu vergidən gizlədən, həmin pulları Dubay, Panama, Nevis adalarındakı offshore şirkətləri ilə yenidən Azərbaycanda fırladan QHT oliqarxları İntiqam Əliyev, Leyla ya Arif Yunusovlar, Ermənistan ordusunun digər müttəfiqləri Kürdəxanı ətrafında darmadağın edilib. Bu haqda da ətraflı gələn buraxılışlarımızda, indi isə qısa elan. Hörmətli vətəndaş, əgər sən bugün vergidən 1 manat gizlədirsənsə, bu o deməkdir ki, hansısa atasının gül balasına Bentley almağa bircə manatı çatmır. Sənin vergilərin atasının gül balalarının sevincidir. Alo, salam aleyküm. Danışan Qara Çuxurludur. Sağ ol, siz necəsiniz? Nə var, nə yox? Təşəkkür edirəm. Mən şeylərim... Qardaş, bir dənə o papağan gül balası var, onu oxu da. Nə danışırsan? Sən dedin Qara Çuxurlu başqası deyir. Mən Qara Çuxurluyam, yazıcıyam. Ala ben qoy cibiyə oxu. Gəz dolan kafe, restoran, papanın gül balası. Gəz dolan kafe, restoran, papanın gül balası. Papan ölməyib sənin can, papanın gül balası. Papan ölməyib sənin can, papanın gül balası. Hərənin alnına bir cürə vergi yazılıb, kimə vergi maddəsi ilə həbs, kimə də papasının gül balası olmaq kimi Allah vergisi. Belə, bugünkü verilişimizin sonuna gəldik. Mən Zirə Qarpuzu Ezob sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın. Miçurin amanın.
Müzik